başımı xarab edirsən, tələsirəm. Cəhənnəmə tələs, qara yola tələs. Nə vaxt paltarı götürəcəm, onlara göndərəcəm. Sosial şəbəkədə fəaliyyət göstərən Ruya Butik 123 adlı Instagram səhifəsindən geyim sifariş edən bir qadın aldadıldığını bildirir. Bakues.az xəbər verir ki, bu barədə qaynar xəttimizə şikayət daxil olub. Onun sözlərinə görə paltar üçün əvvəlcədən ödəniş edib, lakin nə məhsul çatdırılıb, nə də ödəniş geri qaytarılıb. Üstəlik, satıcı tərəfindən təhqir olunub. Zərər çəkmişin dediyinə görə, o səhifədə bəyəndiyi geyimi almaq üçün əlaqə saxlayıb və satıcının istədiyi məbləği tam şəkildə əvvəlcədən ödəyib. Satıcı geyimin kuryer vasitəsilə çatdırıldığını bildirib, lakin sifarişin ardınca heç bir məhsul göndərilməyib və qadın yazaraq malın aqibəti ilə maraqlanmaq istədikdə kobud və təhqiramiz münasibətlə üzləşib. Pulumu göndərdim, amma nə geyim gəldi, nə də normal cavab aldım. Əksinə, yazışmalar zamanı məni alçaldıcı sözlərlə təhqir etdilər. Həm maddi, həm də mənəvi zərər çəkmişəm deyə şikayətçi qadın bildirib. Müştərinin geri ödəniş tələbi isə rədd edilib və onun suallarına aqressiv cavablar verilib.